Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül bəlağə. İnsan öz dilinin altında gizlənmişdir. Öz qədir qiymət və məqamını bilməyən insan həlak oldu. Əməlsiz axirətə ümid bəsləyənlərdən və uzun arzu ilə tövbəni və qayıtmağı dala atanlardan olma. Onun dünya barəsindəki danışığı zahidlərin danışığı, əməli isə istəyənlərin əməlidir. Dünyadan ona verilsə doymaz, çatmasa qane olmaz. Ona verilmiş şeylərin şükrünə acizdir və çatmayan şeyin daha çoxunu axtarır. Çəkindirir, özü isə əl çəkmir. Özü etmədiyi şeyləri əmr edir. Yaxşı əməl sahiblərini sevir, amma onların əməllərini etmir. Günahkarlara nifrət edir. Halbuki özü onlardan biridir. Günahlarının çoxluğu səbəbindən ölümdən xoşu gəlmir. Amma eyni zamanda ölümdən xoşu gəlməməsinə səbəb olan şeyə israrlıdır. Xəstələnsə peşman olar, sağalan kimi isə asudə və qafil qalar. Rahatlıq və əminamanlıqda olanda məğrurlaşar, bəlaya düçar olanda isə ümidsizləşərək solar. Qarşısına bəla və çətinlik çıxsa, narahatlıqla dua edər və nalə qoparar. Rahatlıq və şadlığa düşəndə isə qürur və aldanma səbəbindən uzaqlaşar. Barəsində zənni olan şeylərdə nəfs ona hakimdir, o isə inamı olan şeyə hakim deyil. Başqası üçün özünün günahından kiçik olan günahlara görə qorxur və özü üçün əməlindən artıq savab ümidindədir. Var dövlətə çatanda sevincək olub, fitnə və azğınlığa düşər. Yoxsullaşanda isə ümidsizləşər və süslük edər. İtaət və bəndəlik edəndə səhlənkarlıq edər. İstəyəndə isə israr edər. Ona bir şəhvət və istək üst tutanda itaətsizlik yolunu tutub tövbəni təxirə salar. Amma qəm-kədər üz versə, dinin göstərişlərindən uzaqlaşar. Başqalarından ibrət almağı bəyan edir, özü isə ibrət götürmür. Öyüd nəsihət verməkdə səy edər, özü isə öyüd qəbul edən deyil. Beləliklə o, danışdığı ilə öyünər, əməli isə azdır. Fani və məhv olmalı şeydə çalışır, əbədi olan şeydə isə səhlənkarlıq edir. Qənimət və mənfəət gözünə zərər ziyan görünər. Zərər ziyanı isə qənimət və mənfəət sanar. Ölümdən qorxur, amma fürsət əldən çıxmamış tələsmir. Başqasının itaətsizliyindən o, günahı böyük hesab edir ki, özünün ondan daha böyük olan günahını kiçik sayır. Həmçinin başqasından az hesab etdiyi itaəti öz bəndəliyi üçün çox bilir. Beləliklə, o, başqalarına qarşı tələbkar, özünə qarşı isə səhlənkardır. Yoxsullarla Allahı yad etməkdənsə, varlılarla boş-boş danışmağı daha çox sevər. Öz xeyrinə görə başqasının ziyanına hökm edər, amma başqasının xeyrinə öz ziyanına hökm etməz. Başqasına yol göstərir, özünü isə azdırır. Beləliklə, onun arxasınca gedərlər, o özü isə günah edər. Tam alır, tam vermir. Xalqdan qorxar, amma Rəbbinin yolunda yox. Həmçinin xalqın işində Rəbbindən qorxmaz. Ehtiyacları üç şeydən başqa cür təmin etmək münasib deyil. Onu Allahın yanında böyüməsi üçün kiçik saymaq, onu savab zamanı aşkar olması üçün gizli saxlamaq, nuş və ləzzətli olması üçün yerinə yetirilməsində tələsmək. Mənim yolumda 2 nəfər həlak oldu. İfrata varan dost və düşmənçiliyində həddini aşan düşmən. Fürsəti əldən vermək qəm-qüssədir.